Bəlkə də çox yaxşı məhsulun var. Qiyməti də münasibdir. İşini də çox yaxşı bilirsən. Amma məhsulu və o işi düzgün göstərə bilmədiyinə görə müştərinin səni seçməsi üçün heç bir səbəbi olmaya bilər. Və əslində bir çox biznesin əsas problemi məhz budur. Bir çox biznes sahibi düşünür ki, daha çox satmaq üçün sadəcə yaxşı məhsula sahib olmaq kifayətdir. Amma bugün reallıq biraz fərqlidir. Əvvəlcə müştəri səni görməlidir. Sonra nə təklif etdiyini anlamalıdır. Daha sonra isə sənə güvənməlidir. Və ən sonda səndən almaq üçün bir səbəbi olmalıdır. Adətən 3 əsas problem görünür. Birincisi, məhsul yaxşıdır, amma düzgün təqdim olunmur. İkincisi, kontent hazırlanır, amma kontent məqsədi yoxdur. Üçüncüsü isə, biznes müştəri ilə əlaqə qurur, amma müasir və ağıllı texnologiyalardan kifayət qədər istifadə etmir. Məhz burada marketing, kontent və texnologiya bir-biri ilə birləşməlidir. Mən Behnam Şəmszadə və burada biznesin real inkişafına kömək edə biləcək mövzulardan danışacağam. Mənimlə olun.